Salamlar, saygılar, hörmətli Azərbaycan xalqımız, Bəhmən TV kanalı izləyiciləri. Burası Muğan və gördüyünüz mənzərədə 41-lədir. Sizə söz verdiyim kimi burada bir video çəkəcəkdim qopuz haqqında. Qopuz haqqında məlumat verən bildiyim qədər. Birinci buradan başlayayım ki, qopuz bizim milli sazımızdır. Hər millətin özünə görə sazı var. Bizim də yəni milli sazımız qopuzdur. Keçən qopuzun hissələrinə neçə qismətdən ibarətdir. Bunları birinci örgəşəyin. Videonun da sonuna qədər bizdən baham olun. İnşallah bu videoların da idaməsi olacaq. Birinci bunu deməliyəm ki, qopuz iki qismətdən ibarətdir. Bu qismət çanağıdır. Bu qismətdə qoludur. Çanağı tut ağacından olur. Bu qisməti tut ağacı olar. Bu qisməti də girdəkan ağacı, qoz ağacı. Bu simləridir. Bu pərdələrdir, vurulub. Bunlar aşıqlarıdır. Ondan mizrabı olar. Mizrab qədim gilas ağacının qabığından olarmış. İndi laylondan da istifadə edirlər. Bu aşağı xərəkdir, iki xərək olar. Bir xərəkdə üstü olar. Bu qismətdə sim saxlayandır, simgir. Kəməri də ki, təbii o birisi sazlar, çox sazlarda kəmər var. Sini sazlarda. Sazımız da 3 model oluyor. Yəni, ana saz, orta saz, dürək saz. Bu demək olar ana sazdır. Samanlar yolunda, Borsa yolunda biraz yeç oluyor saz. Bir də simləri çox olar. Yəni, bu qismətdə 4 dənə olar aşağıda. Yuxarıda da 4 dənə olar, aşağıda 3 dənə. 11 sim olar Kamandar yolu. Kəlbəzər yolu da 9, 8, əksərən 8 olar. Yəni, birazdan bildiyim məlumat bu idi. Yenə də inşallah videolar çəkəcəyəm artıqdır. Sazbənd haqqında, aşıqlar haqqında, şairlər haqqında. İnşallah Azərbaycanın Muğanın gözəl yerlərindən video çəkib sənətkarlarla birlikdə paylaşacağım. Var olasınız, yaşayasınız. Hamımıza can sağlığı.